Bismillahirrahmanirrahim. Bu günlərim biz ağ valideyn barədə danışacağıq, valideynin üzünə ağ olmaq barədə danışacağıq. Valideynin üzünə qayıtmaq, valideyni incitmək böyük günahlardan hesab olunur. Quranda ayə var bununla bağlı ki, Allah Taala buyurur ki: "İmmə yəbluğanna indəkəl kibərə ahaduhuma aw kilahuma fələ təqul lahuma uffin." Onlara uf da olsun belə deməyin. Uf da olsun, onlara deməyin. Və la tənhərhuma və qul lahuma qawlan kərimən. Və üstlərinə qışqırma və onlara xoş söz denən. Və Allah Quranda hədis var ki, ufdan da kiçik bir kəlmə olsaydı, Allah o kəlməni gətirib Quranda işlədərdi. Quran-ı Kərimdə gətirərdi həmin ayəni. Və İmam Sadiq əleyhissalam və bil valideyni ihsanən cümləsi ilə bağlı buyurur ki, məqsəd budur ki, onlarla həm söhbət edəndə onlarla qaşqabaqlı danışma, xoş, acı sözlərdən istifadə eləmə, onlarla normal ünsiyyət qur və onları incidəcək sözləri demə valideynlə həm söhbət olanda. Və insan valideyn üzünə qayıtmaqdan məqsəd, məsələn, valideyn səni çağırır, nəsə hansı bir işlə bağlı, sən durub ancaq uf desən bu ağ valideyn salıyor, xüsusi hərəkətlərlə də, üz mimikaları ilə də, məsələn, qəzəbli şəkildə sən durub valideynə baxarsansa, bu da elə uf misalındadır. Yəni Allahın həmin o uf dediyi hesab olunur. Xoş ünsiyyət qurmaq lazımdır valideynlə, xoş kəlmələrdən, ürəyini xoş edən kəlmələrdən istifadə eləmək lazımdır və daim valideynin razılığını əldə eləməlidir insan və düşünməməlidir ki, məsələn, İslam dinində xüsusi ibadətlər, müstəhəbbi ibadətlər var. Bunları ancaq mən yerinə yetirməyə çalışmalıyam və valideynin razılığını düşünməməliyəm. Ən əsas düşünüləsi məsələ valideynin razılığıdır. Məsələn, valideyn ola bilər desin ki, müstəhəbbi əməli eləmə və yaxud məsələn desin ki, məscidə getmə, namaz qılanda iqaməli demə. Belə olan halda insan gərək məscidə də getməsin, müstəhəbbi əməlləri də yerinə yetirməsin. Yəni valideynə itaət vacibdir. O yerdə itaət eləmirsən ki, valideynin gəlib səndən elə bir şeylər istəyə, elə bir şeylər gəlib tələb eləyə ki, artıq Allahın istəyi ilə, Allahın vacibatı ilə üst-üstə qarşı-qarşıya durarsa, onda artıq Allahın qoyduğu əmrləri seçmək lazımdır. Orada da yenə də durub valideynə kobud davranmaq lazım deyil ki, yox sən durub Allahın sözünün əksini deyirsən, sən düzgün hərəkət eləmirsən. Burada da xoş sözlərlə valideyni başa salmaq lazımdır ki, bu Allahın əmridir, Allahın göstərişidir və bu cür valideynin qəlbini həmişə insan şad eləməyə çalışmalıdır və insan valideynə yaxşılıq eləməklə, qəlbini daim şad eləməklə bir növ günahlarının kəffarəsidir. İnsan müxtəlif günahlara mürtəkib olur, müxtəlif günahlar işlədir. İnsan gəlib valideynin daim hər gün, hər səhər evdən çölə çıxmamışdan qabaq durub valideynlə xoş ünsiyyət qursa, qəlbini şad eləsə, bir növ bunun günahlarının kəffarəsi kimi hesab olunur və tək insan valideynin üzünə ağ olmaq, valideyni narazı salmaq tək valideyn sağ olan vaxtı olası bir şey deyil. Yəni valideyn dünyasını dəyişəndə belə mümkündür ki, hansısa bir şəxs valideyni özündən narazı salsın. Ola bilər ki, valideyn sağlığında bu valideynini özündən razı salıb, yəni valideyn həmişə bundan razı qalıb, bundan şikayət olmayıb, amma görürsən ki, valideyn dünyasını dəyişəndən sonra bu ağ valideyn hesab olunur. Niyə? Çünki valideynini yad eləmir, bir ruhuna bir adicə, bir sadə bir salavatı belə valideynin ruhuna hədiyyə eləmir, bir yaxşı bir əməl eləyib onun savabını valideynə hədiyyə eləmir. Bundan valideyn artıq öz övladından narazı qalır və gətirib ağ valideynə gətirib çıxardır. Ona görə də insan valideyni əgər dünyasını dəyişibsə, valideyn üçün istiğfar eləməlidir, valideyn üçün dua eləməlidir, günahların bağışlanması üçün və etdiyi yaxşı əməllərin savabını valideynə hədiyyə eləməlidir və bununla
Ola bilər məsələn bir nəfər valideyni sağlığında özündən narazı salıb, ağ valideyn olub. Dünyasını dəyişibsə, qapı üzünə bağlanmayıb. Dünyasını dəyişsə də belə yenə də bu işləri görməklə valideyni özündən razı sala bilər. Və insan məsələn bir iş ata ilə ananın görürsən ki, sözü üst-üstə düşmür. Məsələn, belə deyək də, ata gəlir deyir ki, filan işi gör, ana isə gəlir deyir filan işi görmə. Bu halda övlad gərək birinci ilk növbədə çalışmalıdır ki, ikisinin də razılığını, yəni ikisini bir ortaq bir məxrəcə gətirsin ki, ya eləsin, ya eləməsin. Amma bu da mümkün olmasa, elə ata desə elə, yox bu işi gör, ana desə eləmə. Belə olduğu təqdirdə övlad ananın dediyini eləməlidir. Ananın dediyinə daha çox üstünlük verməlidir və atanı da durub acılamamalı ki, yox, ana belə deyir, bu cür olmalıdır, bu cür olmamalı. Atanı da xoş sözlə qəlbini şad eləməlidir və ananın dediyinə üstünlük verməlidir. Çünki ana ilə ata fərqlidir övlad münasibətlərində. Ana daha çox övladın böyüməsində, övladın inkişaf eləməsində daha çox əziyyət çəkir və analar emosional bir varlıq kimi tanınır və hər şeydən adicə xırda bir dənə hərəkətdən daha çox qəlbi qırılandır atalara nisbət və həmçinin valideyn analar atalara nisbətdə daha çox övladını başa düşməyə çalışır, özünü övladın yerinə qoymağa çalışır və bütün bu məsələləri nəzərə aldıqda əxlaq alimləri deyirlər ki, valideynlə, ata ilə ananın sözü əks bir-birinə olsa, övlad gərək ananın sözünə üstünlük verməlidir və valideynlə ehtiramla davranmalıdır və atanı, ananı çağıranda övlad öz adları ilə çağırmamalıdır. Ata deməlidir, ana deyərək müraciət eləməlidir, ya künyələri ilə, ləqəbləri ilə çağırmalıdır. Yemək yeyəndə, məsələn, bir qabdan yemək yeyirsə, övlad həmin anadan, atadan qabaq yeməyə başlamamalıdır. İmam Səccad əleyhissalamdan danışırlar, nəql olunur ki, İmam Səccad əleyhissalam deyir ki, heç vaxt öz anamla birlikdə mən yemək yemədim. Çünki qorxdum ki, ehtiyat elədim ki, mən hansısa bir tikəni əlim uzadıb götürərəm, həmin tikədə birdən anamın gözü olar. Yəni anam o tikəni götürmək istəyər. Və danışarkən övlad gərək səsini valideynlərin səsindən yuxarı hündürə qaldırmamalıdır. Və elə bir iş görməməlidir ki, valideynləri həmin işə görə valideynlərini kimsə təhqir eləsin, kimsə xoşa gəlməz ifadələr işləsin valideynləri ilə bağlı. Və yol gedəndə diqqət eləməlidir övlad ki, valideynlə qabağa keçməsin və bütün bu ədəb, əxlaq məsələlərinə riayət eləməlidir. Yəni valideynlə bağlı çox hədislər, çox rəvayətlər gəlib ki, valideynlə belə rəftar eləmək lazımdır. Ümumilikdə insan çalışmalıdır ki, valideynlə ünsiyyət quranda, valideynlə danışanda, valideynin qəlbini şad eləsin, valideyn narazı olan işlərdən çəkinsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuh.